tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 2026-cı ilin yanvar-iyul aylarında 24,6 min nəfərə proaktiv pensiya təyin edilib. 2026-cı ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 24,6 min nəfərə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Məlumata görə pensiya təyinatlarının proaktiv qaydada həyata keçirilməsi vətəndaşların sosial təminat hüquqlarının daha rahat şəkildə reallaşdırılmasına imkan yaradır. Proaktiv pensiya təyinatı zamanı vətəndaşın əlavə olaraq müraciət etməsinə ehtiyac qalmadan müvafiq məlumatları elektron sistemlər üzərindən müəyyən edilərək pensiyanın təyin olunması həyata keçirilir. Bu yanaşma sosial xidmətlərin daha çevik və rahat göstərilməsinə yönəlib. Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi məlumata əsasən 2026-cı ilin ilk 7 ayında, yəni yanvar ayından iyul ayının sonunadək ümumilikdə 24,6 min nəfərə bu qaydada pensiya təyinatı aparılıb. Bu şəxslər arasında yaşa görə pensiya təyinatı alanlar, əlilliyə görə pensiya hüququ əldə edənlər və ailə başçısını itirməyə görə pensiya təyin olunan vətəndaşlar yer alır. Məlumatda diqqət çəkən digər məqam isə pensiya təyinatı aparılan şəxslərin gender bölgüsüdür. Deyək ki, 24,6 min nəfərin 6,8%-ni kişilər, 43,2%-ni isə qadınlar təşkil edir. Yəni, proaktiv qaydada pensiya təyinatı aparılan şəxslər arasında kişilərin payı qadınlarla müqayisədə daha yüksək olur. Burada bir daha qeyd etmək lazımdır ki, söhbət yalnız 2026-cı ilin yanvar-iyul ayları ərzində proaktiv qaydada həyata keçirilmiş pensiya təyinatlarından gedir. Proaktiv xidmət mexanizminin əsas məqsədlərindən biri vətəndaşların sosial təminatla bağlı proseslərdə əlavə vaxt itirməsinin və müxtəlif qurumlara müraciət etməsinin qarşısını almaqdır. Beləliklə, təqdim olunan məlumata əsasən 2026-cı ilin ilk 7 ayında 24,6 min nəfər yaşa, əlilliyə və ailə başçısını itirməyə görə proaktiv qaydada pensiya ilə təmin olunub. Onların 6,8%-ni kişilər, 43,2%-ni isə qadınlar təşkil edir. Bu məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən açıqlanıb və ölkə azad təqdim olunub. Mövzu ilə bağlı yeni məlumatlar açıqlanarsa, onları da sizə çatdıracağıq. Xəbərdən məlumatlı olmaq üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərh bölməsində yazmağı unutmayın.